Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Çoxdandır görsənmirəm. Yazırsınız mənim WhatsApp-ma ki, doktor, biz sənin üçün çox darıxırıq. Sənin səsini eşitmək istəyirik. Buyurun, yenidən mən sizin qarşınızda və həmişəki kimi temamız beyindir, beynin funksiyalarıdır, negativ düşüncələrdir, ümumi götürsə nevrozdan danışırıq həmişə. Çünki bizim sahəmizdir. Mən inanmıram ki, Azərbaycanda professorları çıxmaq şərti ilə alimləri mən qədər bu sistemi bilən olsun. Bu günləri negativ düşüncələrdən danışacağıq. Negativ düşüncələr nədir? Podsoznательный, yəni şuur altından gələn avtomatik düşüncələrdir, hansı ki, gün ərzində 7000-dən yuxarı avtomatik düşüncələr gəlir. Şuuraltı nəyə cavab verir? Avtomatik olaraq, yəni orada yaddaş, yəni olaylar, keçmiş falan, bütün negativ, nə bilim, pozitiv, nə varsa sonra yığılır və avtomatik düşüncələr. Hansılar ki, biz gündəlik действиялар edirik, hərəkətlər edirik. Onlar hamısı podsoznательныйdir. Səhər durdu yuxudan, əl-üzümüzü yudu, ayaq yoluna girdi, üzü üstəyirəm, dişlərimizi fırçaladıq, çörəyimizi yedik və işə getdik. Tamam mı? Bu podsoznательныйdir. Nevrozda da bir də var сознательный doля. Bunlar hamısı neyronlardır, neurosiyazlardır. Ən çox insan şuuraltı ilə idarə olunur, осознанно deyil. Çalışmalısan ki, taxtçava yaxşı şeyləri yığasan ki, gələcəyin yaxşı olsun. Görürsünüz ki, şuuraltı sizə cürbəcür negativ düşüncələr gətirir və takılırsınız ora, nevrozlarda ən əsas. Və yaxud qalırsınız keçmişdə və yaxud nə bilim haradasa. Şuuraltının bütün düşüncələri hamısı əsassızdır, məntiqsizdir. Sadəcə boş düşüncələrdir. Şuuraltı nəyə qulluq edir? İnsan fizioloji olaraq, orqanik olaraq dıxательный sistemi, yəni şuuraltı olmasa, məsələn, biz nəfəsi eyni qaydada alıb verməliyik. Və yaxud serçə-beyni, ürək döyünməz. Tamam mı? Bunu eləyən şuuraltıdır. Biz dəqiqə başı осознанно onu eləyə bilmərik. O avtomatikdir. Tamam mı? Ona görə də düşüncələrinizi belə, negativ düşüncələrinizi belə ora həkləyir. Zapisdir də elə bil. Atır arxivə. Və təkrar avtomatik olaraq o şeyləri sizin yadınıza salır. Amma onlar, heç bir onların təsdiqi yoxdur, ubijdeniyaları yoxdur, ona görə inanmayasınız. O uzun müddət o düşüncələr olanda artıq ubijdeniya çevrilir. Yəni siz ona başlayırsınız, inam artır sizdə, inanmağa başlayırsınız. Anlatabildim mi? O dərəcədə inanırsınız ki, yəni artıq qorxu yaranır ki, bunlar reallaşa bilər. Ümumiyyətlə bu, nə bilim, cürbəcür düşüncələr gəlir də. Yəni siz o qədər ona inam yaranırsınız. Siz real həyatdan irrasional həyata daxil olursunuz və o cümlədə yaşayırsınız. Var rasional, var irrasional. Şuuraltı irrasional
düşüncələrdir, hərəkətlərdir. Və nə düşünürsünüzsə, düşünürsünüz ki, bunun təsdiqi var. Hərçənd də heç bir təsdiqini tapmırsınız, nə qədər də qurdalasaz, nə qədər də araşdırsaz, nə qədər də dərin düşünsəniz, nə qədər də şifravat eləsəniz, görürsünüz ki, bunun arxası yoxdur. Təxmin edirsiniz. Bu ola bilər. Əgər bu cümlədə, bu düşüncədə ola bilər cümləsi varsa, deməli, o əsassızdır. Anlatabildim mi? Baxın, siz nəfəsinizi saxlaya bilərsiniz. Elə eləyə bilərsiniz, nəfəs almayasınız. Elə eləyə bilərsiniz, ürək döyüntünüz deyansın. Və yaxud sizə bir yüngül bir sposob deyim, əsassız olduğunu, şuuraltının bütün negativ düşüncələri əsassız olduğunu sizə sübut edeyim. Bir varaq götürün, varağı qoyun qabağınıza və düşünün ki, mən bu varağı əlim toxunmadan yerini dəyişə bilərəm. Yəni, buradan götürüb orada o yana qoya bilərəm. Yerini dəyişə bilərəm. Siz dəhşətli dərəcədə onu podsoznательni, убеждение çevirsəniz də belə, amma nədir? Siz onu heç vaxtı gerçəkləşdirə bilmərsiniz. Heç vaxtı sizin o podsoznaniya atdığınız düşüncə təsdiqini tapa bilməz. O cümlədən də negativ düşüncələr, çünki şuuraltı ancaq emosiyalara, keçmişə, nə bilim, belə şeylərə atfiçat olunur, yəni onlara aiddir. Heç bir şey siz dəyişə bilmərsiniz. Nə qədər düşünsəniz də, yəni keçmişi də düşünsəniz, peşmanlıq hissi, emosiyaları qapansanız, təbii negativ olacaq, nastroyeniz düşəcək, oradan da limbiçiski sistem pozulacaq, oradan, nə bilim, hipotalamus, talamus, oradan bütün neurosistem, bütün neuromediatorlar pozulacaq və depressiyaya düşəcəksiniz. Anlatabildim mi? Yəni, bunun sonu budur. Sizin bu inancınız var, inanırsınız bu şuuraltındakı özünüzdən o qədər şeylər çıxardırsınız filan. Saznательli insanlara onları danışsanız, onlar qıraqdan sizə yəni başa düşməyəcəklər sizi. Düşünəcəklər bu ya havalanıb, ya bu uşaq ağlındadır, ya bunun beyni inkişaf eləmir. Anlatabildim mi? Podsoznaniya sizə tutalım, nevrozların çoxlarında olur. Fikir atır ki, sən övladını birdən gecə durub öldürə bilərsən. Saznательli adam, o düşüncə ona da gələ bilər. O düşünəcək ki, bu absurd bir şeydir. Yəni, mən övladımı dünyalar qədər istəyirəm. Yəni, bu təbii bir şeydir. Amma podsoznательli insan dərhal duracaq, bıçaqları gizlədəcək, nə bilim, neyniyəcək, başlayacaq qorunmağa, действиялар eləməyə. Necə ki, OKB xəstələri, OKLişniklər действиялар edir. Onlar əslində o priviçka deyil, priviçkaya çevrilir. Məsələn, götürür, qazı 100 dəfə yoxlayır, işığı 50 dəfə yoxlayır, nə bilim, bir sözü 3 dəfə deməlidir, nə bilim, belə bunlar hamısı ona güyəm ki, rahatlıq verir. Əslində, orada podsoznaniyada onun narahat edəcək bir düşüncələr var. Və o действияларla, yəni o hərəkətlərlə özünü qorumağa çalışır, anlatabildim mi? Ona görə də o действиялары təkrar eləməyə başlayır ki, rahatlaşsın. Yəni, убеждениясы var onun. O podsoznaniyada o nədir ki, onu narahat eləyən? Onu tapırsan, həllini tapırsan, o bir də o 10 dəfə onu yoxlayan deyil, nə bilim, 100 dəfə o sözü deyən deyil və s. Anlatabildim mi? Podsoznaniya, ona görə dillərdə o tvorit чудеса.
Yəni elə şeylər o yaradır ki, həqiqətən elə bir fantaziyalar yaradar ki, heç biri də rasional deyil, heç biri də reallığa uymur, təsdiqi yox, boş şeylər. Anlatabildim mi mənim əzizlərim? Ona görə də oturub bir günləri ay dəli olacam, ay nə bilim birdən infarkt olaram, birdən nə bilim başıma hava gələr, nə bilim birdən mənə insult vurar, birdən filan şey olar, birdən özümü qəsd eləyərəm filan. Bu düşüncələr avtomatik negativ düşüncələrdir. Anlatabildim mi? Bunun heç bir təsdiqi yoxdur. Yəni bu şey düşünən insanlar heç vaxt kontroldan çıxmırlar. Hərçəndə siz qorxursunuz ki, hər zaman birdən kontroldan çıxaram, bunu eləyərəm. Bu mümkünsüz bir şeydir. Anlatabildim mi? Dediyim kimi, götürün varağı, nə qədər düşünsəniz ki, mən onun yerin əlimi vurmadan dəyişərəm, o mümkünsüzdür. Mümkün deyil. Sadəcə düşüncə ola bilər. Anlatabildim mi? Ona görə də boş verin. Hər şey asozunla hərəkəti, asozunla. Anlatabildim mi? Siz gün ərzində 7000 avtomatik düşüncələr gəlir. Siz indi hamısını başlasınız raşifravat eləməyə. Əlbəttə ki, orada nəviyaş başlayır. Sizdə o elə bir ki, saqqız kimi çeynəyəcəksiniz. Bir düşüncənin üstündə işləyəcəksiniz. Heç bir əsası, heç bir təsdiqi, heç bir reallığa uymayan, yəni boş vaxt itkisidir. Anlatabildim mi? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Bu qədər kommentariyalarınızı gözləyirəm. Nömrəmi bilirsiniz. WhatsApp nömrəm hər zaman 24 saat aktivdir. 050 734 12 47. Hər zaman qulluğunuzdayam. Konsultasiyalarımız havaydı, yəni danışıq, haradasa konsultasiya bilirsiniz də nədir? Mən diaqnoz qoyana qədər, yəni bu havaydı. Narahat olmayın. Ay narahat eləyərəm, ay filan eləyərəm. Bunlar narahat olmayın ona görə. Tamam mı? Müraciət eləyə bilərsiniz, kommentariyalar yaza bilərsiniz. Bütün kommentariyalara cavab verirəm. Özünüzə yaxşı baxın. Özünüzdən müğayət olun. Sağ olun. Sağlıqla qalın.